Çox səhifəli sənədlərdə başlığı təkrar-təkrar yazmaqdan yorulmusunuz? Bu qısa dərsimizdə işinizi sürətləndirəcək və sənədlərinizə rəsmi forma qazandıracaq header funksiyasından necə istifadə etməli olduğumuza baxırıq. Dostlar salam. Bugünkü dərsimizdə Word sənədimizdə necə header funksiyasını istifadə edə bilərik, onu öyrənəcəyik. Bunun üçün ilk öncə yuxarıdan insert bölməsinə keçid edirik. Buradan header funksiyasını aktiv edirik. Mən ən birincisi blanki seçdim və gördüyümüz kimi artıq bizim header funksiyamız açıqdır. Bunun üçün mən öz nümunə olaraq sizə karyera alətləri kanalımın loqosunu və adını yazacağam. Loqonu qoymaq üçün insertdən pictures-ə gəlirik. Buradan picture from file deyirik və məndə hazır olduğu üçün karyera alətləri kanalımın loqosunu istifadə edirəm. Gördüyünüz kimi çox böyük çıxdı. Bunu qısaldıram, balacalaşdırıram. Burada xüsusi bir nüans da var. Gördüyünüz kimi rahat hərəkət etdirə bilmirəm. Bunun üçün nə edirəm yoldaşlar? Sağ tıklayandan sonra wrap text var. Burada in front of text'i seçirəm. Artıq mən istədiyim kimi hərəkət elətdirə bilirəm. Dostlar, bundan sonra artıq gəlirəm mən öz kanalımın adını yazmağa. Karyera alətləri yazıram. Və artıq buradan da deyək ki, hər hansı bir bu sənədimin bir nömrəsi var. Məsəl üçün karyera alətləri forma deyək, forma nömrə 001 nümunə olaraq bunu verirəm. Və beləcə bir sənəd hazırlamış olduq. Bunu istədiyim kimi yana çəkə bilərəm dostlar. Buradan istədiyimiz kimi oynaya bilərik. Daha sonra səhifəyə 2 dəfə tıklayandan sonra gördüyünüz kimi karyera alətləri header-ı yarandı. Gəlin baxaq görək ikinci, üçüncü səhifəyə keçirmi? Bunu aşağı verirəm səhifəmi. Dostlar gördüyünüz kimi bu ikinci səhifəyə keçdi. Baxın dostlar, avtomatik ikinci səhifədə də header-ımız yarandı. Gəlirəm buradan page qismini yəqin ki görürsünüz 3-ün 3-ə. Yenə üçüncü səhifədə də bu artıq yarandı. Belə dostlar, ümid edirəm işinizə yaradı. Bir sonraki dərsimizdə footer hissəsini də əlavə eləyəcəm və onun da videosunu çəkərək sizlərə öyrədəcəm. Ümidvaram bəyəndiniz. Sizdən xahişim bu videonu bəyənməyiniz və kanala abunə olub videolarıma sona qədər baxmağınız və yorum yazmağınızdır, dəstək olmağınızdır. Təşəkkür edirəm. Gələn dərslərdə görüşənədək.